Ev qəzalı vəziyyətə düşmüşdür. Evdə yaşamaq çox təhlükəlidir. Infoplus TV'ye müraciət edən Quba rayonu Çiçikənd sakini Muradova Sədaqət Müzəffəddin qızı bildirir ki, 2025-ci ilin 16 aprel tarixində yağan güclü yağışlar nəticəsində gələn sel suları onun 6 sot həyətyanı sahəsini, naveslərini, tövləsini, tikinti materiallarını və məişət əşyalarını aparıb. Hadisə zamanı ailənin yaşadığı evdə çatılar əmələ gəlib və bina qəzalı vəziyyətə düşüb. Sakinin sözlərinə görə evdə yaşamaq təhlükəlidir. Lakin dəfələrlə Çiçikənd icra nümayəndəliyinə, Quba rayon icra hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət etsələr də, 6 aydan çox vaxt keçməsinə baxmayaraq heç bir tədbir görülməyib. Muradova qeyd edib ki, özünün xəstə olduğunu, oğlu ilə birlikdə yaşadığını və heç bir gəlir mənbəyinin olmadığını deyir. Qışın yaxınlaşmasına baxmayaraq ailə nə yeni evi tikə bilir, nə də kömək ala bilir. O aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsini xahiş edir. Quba rayonu Çiçikəndi 16 aprel 2025-ci ildə gələn sel suları Muradovlara məxsus yaşayış evinə ciddi ziyan vurmuş, nəticədə evin həyətyanı sahəsini, navesləri, tövləni, tikinti materiallarını su aparmış, evdə çoxlu çatılar əmələ gəlmişdi. Ev yaşamaq üçün çox təhlükəli və qorxuludur. Ev hər an uçma təhlükəsi ilə üz-üzədir. Biz bu barədə kənd icra nümayəndəliyinə, Fövqəladə Hallar Nazirliyinə, Quba rayon icra hakimiyyətinə dəfələrlə müraciət etsək də, selin üstündən 6 ay keçməsinə baxmayaraq, hələ ki heç bir tədbir görülməmiş və köməklik olunmamışdır. Bura evə giriş hissəsidir. Burada çoxlu sayda çatılar əmələ gəlib. Bura həyətə giriş hissəsidir. Buranın da sel suları yuyub aparıb. Evə heç bir yerdən giriş yoxdur. Bura evin fundamentidir. Evin fundamenti üzdədir. Evin divarı çatdır. Ev hər an uçma təhlükəsi ilə üzdədir. Evdə heç həyət qalmayıb. Hər yeri su aparıb. Adi bir texnika belə verilməyib ki, bu evin həndəvəri düzəldilsin. Evin heç həyəti qalmayıb. Qarşıdan da qış gəlir. Ona görə də evdə yaşamaq çox təhlükəlidir, çox qorxuludur.